Adı son günlər bir sıra qalmaqallarda hallanan Mədəniyyət Nazirliyi növbəti tenderinə yekun vurub. Bölgə TV Tribunazdan istinadən xəbər verir ki, Nazirliyin əsaslı tikinti və təchizat MMC təsərrüfat mallarının satın alınmasını həyata keçirəcək. Məlumatda qeyd edilir ki, tenderin qalibi Texnoloq MMC olub. Şirkət Mədəniyyət Nazirliyinin sifarişini yerinə yetirmək üçün 1.349.241 manat ödəniş olacaq. Qeyd edək ki, belə bahalı tenderlər Nazirlik 157 adda müxtəlif çeşid məhsul almağı planlaşdırır. Onların içində zibil qutusu, maye sabun, lampalar, avtomat açarlar və digər təsərrüfat malları var. Tribunazın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Mədəniyyət Nazirliyi bu ilin may ayında da analoji tender keçirib. Elə həmin tenderin qalibi də Texnoloq MMC olub. Təsərrüfat mallarının satın alınması məqsədi ilə tərəflər arasında 589.086 manatlıq müqavilə bağlanılıb. Xatırladaq ki, Mədəniyyət Nazirliyinin adı tender qalmaqallarına da qarışıb. Hələ bir qədər əvvəl məlum olmuşdu ki, xaricdə keçirilən tədbirin maliyyələşdirilməsi zamanı xeyli şişirtmələrə yol verilib. Qarşı tərəfi də dinləməyə hazırıq. Dilbər Vüqar qızı, Bölgə TV.